Mənə bir xanım müraciət etmişdi xəyanət mövzusuna bağlı ki, sevgilim mənə xəyanət eləyib. Bir dəfə xəyanət elədi, mən onu bağışladım. 2 dəfə xəyanət elədi, mən onu bağışladım. 3-cü dəfə xəyanət edəndə artıq mən onu həyatımdan çıxardım. Və biz bunu müzakirə edəndə mən ona sual verdim ki, xanım, siz nə üçün 3-cü dəfə məhz qərar verdiniz ki, onu həyatınızdan çıxarasınız? O mənə bildirdi ki, mən artıq başa düşdüm ki, mən bundan bir dərs çıxarmalıyam və onu həyatımdan tamamilə çıxartmaq lazımdır ki, bir də xəyanətə məruz qalmayım. Orada mən düşündüm ki, görəsən həqiqətən də dərs çıxarmaq dediyimiz şey budur. Əslində həyatımızda etdiyimiz səhvlərdən dərs çıxarmaq bu qədər sadə deyil. Yəni biz səhv edən zaman hansısa bir şeylə bağlı o səhv etdiyimiz bir şey həyatımızdan götürməyimiz və yaxud da bir də onu etməməyimiz onun dərs çıxardığımız anlamına gəlmir. Burada həmin o şeyin bizim başımıza gəlməsi mexanizmini başa düşmək lazımdır. Yəni mənə xəyanət edən insanı həyatımdan çıxarıramsa, bu mənim o hadisədən dərs çıxarmağım deyil. Bəzi şeyləri həyatımda görməzdən gəlməyimdir və bununla da özümə təsəlli verməyimdir. Yəni ki, mən nə üçün xəyanətə məruz qalıram sualını araşdırmaq lazımdır. Bunu indi mən xəyanət mövzusu üzərindən dedim, amma həyatımızda hər bir şeyə tətbiq edilə bilər. Misal üçün, mən həyatımda dostum tərəfindən xəyanətə məruz buraxıldım və artıq heç kimə güvənməyəcəm. Baxın, bu həyatında bir şeydən dərs çıxarmaq deyil. Yəni, etdiyin səhvdən dərs çıxarmaq bu deyil. Sən nə üçün yalana məruz qalırsan, bunun mexanizmini araşdırmaq lazımdır. İnsanlara nə üçün belə tez güvənirsən? Hansı mexanizmdir səndə bunu yaradan? Bunu başa düşmək lazımdır. Əksinə, sən sənə yalan danışan insana təşəkkür etməlisən ki, mən özümlə bağlı bir çox şeyləri araşdırmalıyam. Sən mənə bunu xatırlatdın. Bilmirəm, hansısa fəlsəfi kitabda oxumuşdum. Belə bir şey qeyd olunmuşdu. Elə o bayaq qeyd etdiyim cümlə, yəni bir insan birinə pislik edirsə, o pislik edilən tərəf pislik edənə təşəkkür edir ki, sən mənimlə bağlı olan bəzi şeyləri mənə xatırlatdın. Və yaxud da biri digərini əsəbləşdirirsə, əsəbləşdirilən tərəf əsəbləşdirənə təşəkkür edir ki, sən mənə özümlə bağlı nəyisə öyrənməyimə zəmin yaratdın. Mən artıq bu əsəbimin nə üçün yaranması ilə bağlı özümdə böyük bir araşdırma aparacağam və bəzi şeylərin bəlkə də fərqinə varacağam. Siz də əgər həyatınızda etdiyim səhvlərdən dərs çıxarmışam deyirsinizsə, çıxardığınız dərsə baxın. Etdiyiniz o səhvləri nə üçün etmisiniz? İlk növbədə onu araşdırın. Yəni, məni buna sövq edən nədir? Hansı ehtiyaclarımdır? Nə üçün mən insanlara bu qədər tez bağlanıram? Nə üçün mən həyatıma insanları bu qədər tez alıram? Və yaxud da nə üçün mən insanları həyatımdan bu qədər tez çıxarmağa meyilliyəm? Bütün bu sualları verəndən sonra, bax onda başlayır insanın həyatdan etdiyi səhvlərdən dərs çıxarmağı. Yoxsa yalana məruz qalmışam, artıq heç kimə güvənmirəm. Bu əksinə sizin psixoloji vəziyyətinizə daha da mənfi təsir göstərir. Daha da sizi uçuruma apara biləcək bir düşüncə tərzidir. Yəni belə video qısa oldu. Amma düşünürəm ki, bu haqda düşünməyə dəyər. Video sizin üçün faydalı oldusa, bəyənməyi, kanala abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın. Hələlik.